Yusif suresi Məkkədə nazil olmuşdur. 111 ayet. Bağışlayan ve mehriban Allah'ın adıyla. Elif, Lam, Ra. Bunlar açıq aydın kitabın, Kur'an'ın ayeleridir. Biz onu Ərəbcə bir Kur'an olarak nazil ettik ki, mənasını anlayasınız. Ya Muhammed! Biz bu Kur'an'ı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti danışırıq. Hərçənd ki, sən əvvəlcə ondan əsla xəbərdar deyildin. Bir zaman Yusif atasına demişti: Atacan, mən yuxuda 11 ulduz və günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə təzim edirlər. Atası Yaqub dedi: Can oğul, yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir. Yuxuda gördüyün kimi Rəbbin səni başqalarından seçib üstün tutacaq. Sənə yuxu yozmağı öyrədəcək. Bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb peyğəmbərlik verdiyi kimi, sənə və Yaqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən Rəbbin hər şeyi biləndir, hikmət sahibidir. Yusifin və qardaşlarının əhvalatında bu haqda soruşanlar üçün neçə ibrətlər vardır. Bir zaman Yusifin qardaşları öz aralarında belə demişdilər: Biz bir-birimizə bağlı, sayca çox, güclü bir dəstə olduğumuz halda, Yusif və onun ata bir, ana bir qardaşı Binyamin atamıza daha əzizdilər. Həqiqətən atamız açıq-aşkar səhv edir. Aralarından biri dedi: Yusifi öldürün və ya uzaq bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə tövbə edib, əməli salih bir cəmaat olarsınız. Bir başqası belə dedi: Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər. Onlar dedilər: Ata, biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə etibar etmirsən? Sabah onu bizimlə birlikdə çölə gəzməyə göndər. Qoy oynayıb əylənsin, gözü könlü açılsın. Biz onu mütləq qoruyacağıq. Yaqub dedi: Onu aparmağınız mənə çox məyus edər. Ayrılığına dözə bilmərəm. Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız. Onlar: Biz güclü bir dəstə, 11 nəfər ola, gözümüzün qabağında qurd onu yesə, onda biz aciz olarıq ki, deyə cavab verdilər. Qardaşları Yusifi götürüb çölə apararkən, onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz Yusifə, sən bir vaxt onlara, qardaşlarına özlərinin bu işi barəsində heç gözləmədikləri, səni tanımadıqları halda xəbər verəcəksən deyə vəhy etdik. Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər və dedilər: Ata, biz at çapmaq, yaxud qaçışıb öpüşmək və ya ox atmaqda bir-birimizlə yarışmaq üçün səhraya getmişdik və Yusifi şeylərimizin yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsın. Onlar Yusifin köynəyinin üstünə yalandan bir qan ləkəsi yaxıb gətirmişdilər. Yaqub dedi: Xeyr, heç də dediyiniz kimi deyildir. Sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir. Çirkin əməlinizi sizə gözəl göstərmişdir. Mənə yalnız gözəl, tükənməz,
dözümlü səbr gərəkdir. Dediklərinizdən ötürü ancaq Allahdan kömək diləmək lazımdır. Nəhayət, Mədyəndən Misirə gedən bir dəstə müsafir, karvan əhli bu yerə gəlib suçularını su dalınca göndərdilər. Suçu qabını quyuya salan kimi, müjdə, bu bir oğlandı, dedi. O, müsafirlər və ya qardaşları Yusifi satdığı bir şey kimi, ticarət malı kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini, Yusifin başına nə oyunlar açdığını biləndir. Yusifi təqib edən qardaşları işin nə yerdə olduğunu bildikdə, bu bizim qaçmış köləmizdir deyə onu dəyərsiz bir qiymətə, bir neçə dirhəmə satdılar və bu işlə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yaqubdan ayırmaq məqsədini güddükləri üçün, qardaşlarını baha məbləğə satmağa tamah göstərmədilər. Yusifi Misirdə satın alan padşahın əziz ləqəbli vəziri Qitfir öz zövcəsinə belə dedi. Ona hörmət et, yaxşı bax, ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək. Beləliklə, Yusifi o yerdə, Misirdə yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah öz işində qalibdir, istədiyini edəndir, lakin insanların əksəriyyəti bunu bilməz. Yusif gəncliyinin ən yetkin dövrünə çatdıqda, ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq. Evində olduğu qadın Züleyxa Yusifi tovlayıb yoldan çıxartmaq, onunla yaxınlıq etmək istədi və qapıları bağlayaraq, "Di gəlsənə," dedi. Yusif isə, "Mən sənin bu hərəkətindən Allaha sığınıram. Axı o, sənin ərin mənim ağamdır, o mənə yaxşı baxır və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur. Həqiqətən, ağasına xəyanət etməklə, onun əhli əyalına pis gözlə baxmaq və zina etməklə, özlərinə zülm edənlər nicat tapmazlar," deyə cavab verdi. Doğrudan da qadın ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini, xəbərdarlığını görməsəydi, Yusif də ona meyil edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşturmaq üçün belə etdik. O həqiqətən bizim sadiq bəndələrimizdəndir. Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədi ilə hər ikisi qapıya tərəf qaçdı. Züleyxa onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası ilə rastlaşdılar. Züleyxa dedi, "Sənin ailənə pislik, övrətinlə zina etmək istəyənin cəzası yalnız zindana salınmaq ya da şiddətli bir əzaba düçar edilməkdir." Yusif dedi, "O məni tovlayıb yoldan çıxartmaq istədi." Bir şahid, Züleyxanın beşiğdə olan körpə əmisi oğlu belə şəhadət verdi. Əgər Yusifin köynəyi öndən cırılmışsa, qadın doğru deyir. O isə yalançılardandır. Yox, əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir. O, Yusif isə doğru danışanlardandır. Qadının əri Yusifin köynəyinin arxadan cırıldığını gördükdə dedi, "Bu siz qadınların məkirlərinizdəndir. Doğrudan da sizin məkriniz böyükdür. Ey Yusif, sən bu işi açıb ağartma. Sən də ey qadın, günahına görə bağışlanmanı dilə. Çünki sən həqiqətən günah edənlərdənsən." Şəhərdəki qadınlar dedilər, "Vəzirin övrəti cavan qulunu tovlayıb yoldan çıxartmaq istəyir. Yusifin məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar doğru yoldan çıxdığını görürük." Züleyxa qadınların gizli dedikodularını eşitdikdə, onlara xəbər göndərib ziyafətə dəvət etdi. Onlar üçün gözəl bir məclis düzəltdi.
onların hər birinə meyvə kəsib soymaq üçün bir bıçaq verdi. Sonra Yusifə, onların qarşısına çıx deyə əmr etdi. Qadınlar Yusifi gördükdə, gözəlliyinə heyran olub onu həddindən artıq təriflədilər və özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə əllərini kəsdilər. Onlar, aman Allah, bu ki bəşər deyildir, bu ancaq Allah yanında əziz olan bir mələkdir, dedilər. Züleyxa, qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ahva etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara belə dedi. Bu, könlümü ona verdiyimə görə məni qınadığınız oğlandı. Mən onun olmaq istədim, o isə imtina etdi. Bir daha deyirəm, əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq. Yusif dedi, ey Rəbbim, mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər bu qadınların hiləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram. Rəbbi Yusifin duasını qəbul buyurub, qadınların məkrindən qurtardı. Həqiqətən o, hər şeyi eşidəndir, biləndir. Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən dəlilləri gördükləri halda, yenə də onu bir müddət dedikodu kəsilənədək zindana salmaq qərarına gəldilər. Beləliklə, Yusif zindana atıldı. Onunla birlikdə iki cavan oğlan da padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı zindana atıldı. Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra onlardan biri dedi, mən yuxuda gördüm ki, şərab üçün üzüm sıxırım. Digəri, aşpaz isə belə dedi, mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz, biz həqiqətən sənin yaxşı adamlardan olduğunu görürük. Yusif belə cavab verdi, yiyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verirəm. Bu Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar edən bir tayfanın dinini tərk etdim. Mən ata-babalarım İbrahim, İshaq və Yaqubun dininə tabi oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və bütün insanlara bəxş etdiyi nemətdir. Lakin insanların əksəriyyəti ona şükr etməz. Ey mənim iki zindan yoldaşım! Sizə nə bir xeyir, nə də bir zərər verə bilən ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, hər şeyə qadir olan Allah? Allahdan qeyri ibadət etdikləriniz, sizin və atalarınızın özünüzdən uydurub qoyduğunuz, Allaha heç bir aidəti olmayan adlardan, bütlərdən başqa bir şey deyildir. Allah isə onlara ibadət edilməsinə dair heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız onun özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur. Lakin insanların əksəriyyəti bu həqiqəti bilməz. Ey iki zindan yoldaşım! Yuxularınızın mənasına gəldikdə, sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq. Quşlar da onun başından dimdikləyib yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir. Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir. Yusif, bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə dedi, ağanın yanında məni də yada sal. Lakin şeytan ona
ağasının yanında Yusifi yada salmağı unutturdu və buna görə də o, Yusif, bir neçə il zindanda qaldı. Bir gün padişah belə dedi: mən yuxuda 7 arıq inəyin 7 kök inəyi yediyini, həmçinin 7 yaşıl və 7 quru sümbüllərin yaşıl sümbüllərin üstünə qalxıb bellərinə sarıldığını gördüm. Ey əyanlar, əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun. Onlar, bu gördüklərin qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik deyə cavab verdilər. Zindandakı 2 cavan oğlanla edamdan xilas olan şərab paylayan bir neçə müddətdən sonra Yusifi xatırlayıb dedi: mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni zindana, Yusifin yanına göndərin. Cavan oğlan padişahın izni ilə zindana gəlib dedi: Yusif, ey doğru danışan adam, bizim üçün bir yoz görək. 7 arıq inək 7 kök inəyi yeyir. 7 yaşıl sümbül, 7 də quru sümbül. Biri bunun mənasını mənə izah elə. Bəlkə mən adamların yanına düzgün cavabla qayıda bilim. Bəlkə onlar da bu yuxunun mənasını bilsinlər. Yusif belə cavab verdi: 7 il adətiniz üzrə həmişəki kimi əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi, artıq qalan məhsulu isə sümbüldə saxlayın. Sonra bunun ardınca 7 il quraqlıq olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdarda toxumluq saxlayarsınız. Daha sonra insanların bol yağış, bərəkət görəcəyi bir il gələcək. Onda da adamlar zeytun, üzüm, xurma və sair meyvələrin şirəsini sıxacaqlar. Onlardan bol-bol istifadə edib bəhrələnəcəklər. Bunları eşidən hökmdar, onu mənim yanıma gətirin dedi. Onun göndərdiyi elçi Yusifin yanına gəldikdə o, ağanın yanına qayıdıb soruş ki, Züleyxanın məclisində əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən Rəbbim onların məkrini biləndir. Padişah həmin qadınları çağırtdırıb soruşdu: Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi? Qadınlar, Allah eləməsin, biz onun barəsində pis bir şey bilmirik deyə cavab verdilər. Vəzirin övrəti Züleyxa dedi: artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O şübhəsiz doğru danışanlardandır. Yusif dedi: bu qadınlara həqiqəti etiraf etdirməyim ona görədir ki, vəzir evdə olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hilələrinə yol vermədiyini, onları baş tutmağa qoymadığını bilsin. Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs insana pis işlər görməyi, şəhvətə uymağı əmr edər. Həqiqətən Rəbbim bağışlayandır, rəhm edəndir. Padişah dedi: Yusifi yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm. Sonra padişah onunla söhbət etdikdə, sən bugündən yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən dedi. Yusif dedi: məni bu Misirin xəzinələrinə məmur təyin et. Çünki mən özümə etibar edilən mal dövləti qoruyanam, işləri idarə etməyi bilənəm. Beləliklə, Yusifi o yerdə, Misir torpağında ixtiyar sahibi etdik. O Misirdə istədiyini edirdi, istədiyi yerdə mənzil sala bilirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zayi etmərik. İman gətirib Allahdan qorxanlar, pis əməllərdən çəkinənlər üçün axirət mükafatı əlbəttə daha xeyirlidir.
Misirə ərzaq üçün yollanan Yusifin qardaşları gəlib onun huzuruna daxil oldular. Onlar Yusifi tanımadıkları halda, Yusif onları dərhal tanıdı. Yusif onların ərzaq yüklərini hazırlayıb dedi: "Ata, bir qardaşınızı yanıma gətirin. Məyər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz? Əgər onu yanıma gətirməsəz, məndən bir qab belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın." Yusifin qardaşları dedilər: "Ondan ötürü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, bunu edərik." Yusif xidmətçilərinə dedi: "Onların ərzaq əvəzinə verdikləri mallarını da xəlvətcə yüklərinin içinə qoyun. Bəlkə ailələrinə döndükdə mallarının geri qaytarıldığını başa düşsünlər və ola bilsin ki, yenidən ərzaq almaq üçün bir daha yanımıza qayıtsınlar." Yusifin qardaşları atalarının yanına döndükdə dedilər: "Ata, bizə ərzaq, taxıl ölçülüb verilməsi qadağan edildi. Əgər Binyamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək. Yenidən ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə Misirə göndər. Biz əlbəttə onu qoruyacağıq." Yaqub dedi: "Bundan əvvəl qardaşınız Yusifi sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah özü onu ən yaxşı qoruyandır və rəhəmlilərin ən rəhəmlisidir." Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarıldığını görüb dedilər: "Ata, daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz onun vasitəsilə ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və ərzağımızın üstünə bir dəvə yükü də ərzaq artırarıq. Bu əvvəlcə gətirdiyimiz isə az bir ərzaqdır." Yaqub dedi: "Başınıza bir bəla gəlməyəcəyi təqdirdə Binyamini sağ-salamat qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə Misirə göndərməyəcəm." Onlar and içib söz verdikdə Yaqub: "Allah dediyimizə şahiddir" dedi. Yaqub dedi: "Oğullarım, Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq ona təvəkkül etsinlər." Onlar ataları Yaqubun əmr etdiyi kimi Misirə ayrı-ayrı qapılardan daxil olduqda, bu Allahın qəza qədərini əsla onlardan dəf edə bilmədi. Özləri də bilmədən oğurluqda ittiham olundular. Ancaq Yaqub ürəyindəki bir diləyi, oğlanlarına göz dəyməməsini yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yaqub onu vəhy ilə öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti Allahın sevib seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini bilməz. Onlar Yusifin huzuruna daxil olduqları zaman Yusif qardaşı Binyamini bağrına basıb dedi: "Mən həqiqətən sənin qardaşınam. Onların etdikləri, başımıza gətirdikləri işlərdən kədərlənmə." Yusif onların yüklərini hazırlatdığı vaxt, qardaşının yükünün içinə bir su qabı, piyalə qoydu. Karvan yola düşdükdən sonra arxalarınca bir carçı: "Ey karvan əhli, siz həqiqətən oğrusunuz" deyə haray çəkdi. Yaqubun oğlanları arxalarınca gələnlərə tərəf dönüb: "Nə itirmisiniz?" deyə soruşdular. Onlar belə cavab verdilər: "Hökmdarın qızıl su qabını itirmişik. Onu tapıb gətirənə muştuluq olaraq bir dəvə yükü ərzaq veriləcək." Carçı: "Mən də buna zaminəm" dedi. Yaqubun oğlanları dedilər: "Allaha and olsun, siz də yəqin bilirsiniz ki, biz bu yerə
Misir torpağına fitnə fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik. Onlar soruşdular: Əgər yalan desəniz, su qabını götürənin cəzası nədir? Qardaşlar, onun cəzası yükündə oğurluq şey tapılan adamın özüdür. Onun kölə edilməsidir. Biz zalimləri belə cəzalandırırıq deyə cavab verdilər. Yusif doğma qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra su qabını qardaşının yükündən tapıb çıxartdı. Biz Yusifə qardaşını yanında saxlamaq üçün belə bir tədbir öyrətdik. Yoxsa padşahın, Misir hökmdarının dininə, şəriətinə, qanunlarına görə o qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. Yalnız Allah istədiyi üçün bu belə oldu. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır. Qardaşlar dedilər: Əgər Binyamin uğurlamışdısa, bundan qabaq onun bir qardaşı da, Yusif də uğurluq etmişdi. Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: Siz Allah yanında ondan daha pis bir mövqedəsiz. Allah sizin yalandan aid etdiyiniz şeyləri daha yaxşı bilir. Qardaşlar dedilər: Ey vəzir, bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük. Yusif belə cavab verdi: Allah eləməsin. Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa sözsüz ki, haqsızlıq etmiş olarıq. Onlar Binyamindən ümidlərini kəsdikdə, kənara çəkilib pıçıldaşmağa başladılar. O qardaşların ən böyüyü dedi: Məyər atanızın sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam evə qayıtmağıma izin və ya Allah qardaşımın xilas olması haqqında öz hökmünü verməyincə, mən bu yerdən, Misir torpağından ayrılmayacağım. O, Allah hökm verənlərin ən yaxşısıdır. Atanızın yanına qayıdıb deyin: Ata, oğlun həqiqətən oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. Biz Binyaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı. Biz qeybi mühafizə edən deyilik. Binyamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman, irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub olmasa da, onun qardaşımızın boynuna qoyulacağını hardan bilirdik? Ona görə də bizi üzürlü hesab et. Olduğumuz şəhərdən, Misir əhalisindən də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz həqiqətən doğru danışanlarıq. Qardaşlar, Yaqubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra o dedi: Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi. Pis əməlinizi sizə yaxşı göstərdi. Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Binyamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi hardan bilir? Bunu siz ona demisiniz. Mənə yalnız gözəl, tükənməz, dözümlü səbr gərəkdir. Ola bilsin ki, Allah oğlanlarımın hamısını mənə yetirsin. O həqiqətən hər şeyi biləndir, hikmət sahibidir. Bu sözlərdən sonra Yaqub oğlanlarından üz döndərdi. Binyaminin başına gələn bu iş, onun yadına sevimli oğlu Yusifin müsibətini saldı. Və heyf sənə yazıq Yusif dedi. Dərd qəmlən, həmişə ağlamaqdan
Yaqubun gözlərinə ağ gəldi. O bütün dərdini içində çəkirdi. Oğlanlarına bildirmirdi. Oğlanları Yaquba dedilər: Allaha and olsun ki, sən Yusif deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən. Yaqub belə cavab verdi: Mən dərd sərimi yalnız Allaha ərz edirəm. Və Allahdan gələn vəhiy ilə sizin bilmədiklərinizi, Yusifin vaxtı ilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi bilirəm. Oğullarım, gedin Yusifdən və qardaşı Binyamindən bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər. Yaqubun oğulları Misrə gəlib Yusifin huzuruna daxil olanda dedilər: Ey vəzir, bizə və ailəmizə müsibət, quraqlıq, qıtlıq, aclıq üz vermişdir. Biraz dəyərsiz malla sənin yanına gəlmişik. Buna baxmayaraq, yenə də onun müqabilində bizim üçün ölçünü düz elə, bolluca ərzaq ehsan et və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar. Yusif onlardan: Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi deyə soruşdu. Onlar: Yoxsa sən Yusifin özüsən dedilər. O da: Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, bilsin ki, Allah yaxşı işlər görənlərin mükafatını əsla zayi etməz deyə cavab verdi. Onlar: Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə sənin barəndə sözsüz ki, günah etmişik dedilər. Yusif dedi: Bugün sizə etdiklərimizə görə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın. Çünki o rəhm edənlərin ən rəhimlisidir. Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar. Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün. O yenidən görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin. Karvan vətənə qayıtmaq üçün Misirdən ayrılanda, ataları Yaqub yanındakı övladlarına dedi: Əgər məni səfeh hesab etməsəydiniz və ya yalancı hesab edib danlamasaydınız, deyərdim ki, Yusifin ətrini alırım. Onlar: Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında qalmaqdasan dedilər. Muştuluqçu gəlib köynəyi Yaqubun üzünə sürtən kimi onun gözləri açıldı və o: Məyər sizə demədimmi ki, mən Allahdan gələn vəhiy ilə sizin bilmədiklərinizi bilirəm söylədi. Oğlanları ona: Ata, bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğrudan da günahkar olmuşuq dedilər. Yaqub dedi: Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O həqiqətən bağışlayandır, rəhm edəndir. Yaqub və ailəsi Yusifin huzuruna daxil olduqda, o ata-anasını bağrına basıb, İnşallah, hər şeydən əmin olaraq Misrə daxil olun dedi. Yusif ata-anasını öz taxtının üstünə qaldırdı. Onlar hamısı hörmət əlaməti olaraq Yusifə təzim edib əyildilər və ya Allah onları bir-birinə qovuşturduğu üçün şükür səcdəsinə qapandılar. Yusif dedi: Atacan, bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim o yuxunu həqiqətə çevirdi. O mənə yaxşılıq etdi. Çünki məni zindandan qurtardı.
şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən yanıma gətirdi. Bizi bir-birimizə qovuşdurdu. Həqiqətən Rəbbim istədiyinə qarşı lütfkardır. O doğrudan da hər şeyi biləndir, hikmət sahibidir. Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yaqub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir etibarı olmadığını gördükdə Allaha dua edərək ondan ölüm diləyib dedi: Ey Rəbbim, sən mənə səltənətdən istədiyimdən də artıq bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan, sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməli salihlərə qovuşdur. Ya Məhəmməd, bu sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Yusifin qardaşları hiylə quraraq əlbir iş gördükləri, Yusifi quyuya atdıqları zaman sən ki onların yanında deyildin. Sən qövmünün imana gəlməsini çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. Halbuki sən bundan, İslamın təbliği və imana dəvətdən ötürü onlardan heç bir mükafat istəmirsən. Bu Qur'an isə aləmlərə yalnız bir öyüd nəsihətdir. Göylərdə və yerdə Allahın birliyini sübut edən neçə-neçə əlamətlər, nişanələr vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər. Onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzdir. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. Allaha təklikdə deyil, ona qoşduqları şəriklər, bütlər və tanrılarla birlikdə ibadət edərlər. Məyər müşriklər Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin özləri də bilmədən qəflətən başlarının üstünü almayacağını əmindilərmi? Ya Muhammed, de, bu mənim təbliğ, dəvət yolumdur. Mən və mənə tabi olan möminlər açıq-aşkar bir dəlillə insanları Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Bütün eyb və nöqsanlardan xalidir. Onun heç bir şəriki yoxdur. Mən isə müşriklərdən deyiləm. Səndən əvvəl də səhra əhlindən deyil,